Və sən əgər uşağa, sənin evində əmanətdir də, sənə Allahın verdiyi əmanət. Sən ona yalanı o cür şeylərlə öyrətsən, o uşaq getdikcə o yalanlarını inkişaf etdirəcək, sabah səni özünü aldadacaq. Sabah sənə yalan danışacaq. Başqalarını aldadacaq və səbəbkar da sənsən. Ona da günah yazılacaq, sən onun fitrətini artıq pozassan. Və sənə də günah yazılar. Allah qorusun. Deməli, kiməsə nəsə bir şey vəd versən, mütləq nə eləməlisən? Yerinə yetirməlisən. Əlin boşdur, heç nə verməyəsən. Yalandan belə və yaxud da etsən, lap göstərirsən lap. Gəl sənə bir dənə oradan məsəl üçün nə isə elə, sənə nəsə verəcəm. Gəl bax sənə verəcəm. Sonra vermirsən. Artıq sən uşağa bir dənə travma yaşatdın. Bu onun üçün böyük hədiyyə kimidir. Yəni o uşaq gör necə sevinir. Gör nə qədər sevinirsə, əlində nə var atır. Bayaqdan o diqqətlə oynayırdı, başını qarışdırmışdı. Heç gəlmirəm. Yox, gəlmirəm. Oynayır. Sən bir də onun hər şeyi buraxır, ora gəlir. Sən də artıq valideynsən, axı bilirsən uşağı nəyi çox sevir. Onunla aldadırsan onu. Onu gəlsən, artıq sən uşağa bir sən nə deyirsən, uşağı məhv eləyirsən onun mənəviyyatını. Sən o artıq ümidini itirirsən. Sənə artıq güvənsizlik yaradırsan uşaqda. Sənə güvənirdi. Uşağın ən birinci güvəndiyi, ən çox etibar elədiyi onun valideynləridir. Anası, atası. Və sən onu o cür aldatmaqla ən birinci özünə olan güvənini qırırsan. Sən o uşağı artıq nəticədə itirirsən. Sabah o uşaq böyüyəndə səninlə bağlanmadığı üçün, sənə etibar etmədiyi üçün etibar edəcəyi adamlar axtarır. Artıq sənin övladın olmur o. Sənin evində böyüyür, amma sənə bağlı deyil. Onu hər bir cərəyan öz ağuşunda apara bilər. Allah qorusun. Hər bir şey. İstər bu cəmiyyətdə olan bütün bu fəsadlar, istənilən biri onu öz dalğasında apara bilər. Niyə? Çünki o uşağı sən bağlamamısan. Amma uşaq, bax elə, o mənəvi bağlarla öz ailəsinə bağlı olmalıdır. Öz atasına, anasına. Sən onu bu cür yalanlarla, uşağı aldatmaqla, onu belə vəd verib, vədivə xilaf çıxmaqla, sən artıq onun neysən? Güvənini qırırsan. Etibarını zədəliyirsən. Dərslərdə yaxşı oxu. 5 al. Sənə velosiped alacam tətildə. Məsələn. Tətil gəlir. Heç ata mənə velosiped, ata mənə velosiped getdi. Ata öz kefindədir. Kabab yeyir. Gələn tətil çox